Salam, bugün sizlərlə Python'da qısa kodlar göstərəcəyim. İlk öncə EBOB tapan proqramı ilə başlayaq. Bura ilk öncə kompilatorda açılan burada yazırıq. Import mat nöqtə gcd. Gcd EBOB deməkdir. Burada 6,9 yazdıqda bizə cavab 3 verməlidir. İndi gəlin baxaq. Burada enter düyməsini basdıqca bəli, cavab bizə 3 verdi. Bura 50 və 150 də yaza bilərəm, 100 və 150 də yaza bilərəm. İstədiyiniz kimi yaza bilərsiniz. İndi burada filə giririk. Məsələn, burada 2 ədədin cəmini tapan proqram yazaq. Məsələn, burada birinci rəqəm rəqəm 1. Burada bərabərdir int input. Burada yazırıq ki, birinci rəqəm gir. Rəqəm 2. Burada yazırıq ki, int yine yazdığımız kimi input. Amma burada bu dəfə birinci yox, ikinci rəqəm girəcək. Rəqəm gir. Buranı da belə edirik. Və burada topla yazırıq və bərabər qoyuruq. Burada rəqəm 1 plus rəqəm 2. Rəqəm, səhv yazdım, 2. Rəqəm 2 və burada print burada print topla yazırıq. Yazdıqdan sonra run edirik. Burada yenə də desktop burada. Bura 1-2 yazıram. Hələlik. Nə oldu? Ay, səhv elədik, bir dəqiqə. Yox, birinci rəqəmi girim. Məsələn, 12. İkinci rəqəmi gir, 12. Cavab bizə 24 verməlidir. Bəli, cavab 24 verdi. Burada 2 ədədin hasilini tapan proqram da elə bu cürdür. Məsələn, burada hasil yazsan. Hasil. Bura bir dənə vurma qoyursan. Burada hasil yazsan, bu qədər. Elə bölmə də bu cürdür. Yəni, asan proqramdır. Run edeyim. Birinci rəqəm, məsələn, 2 girək. İkinci rəqəm 2 girək. Cavab 4 verməlidir. Elə cavab da 4 verəcək. Və sizə burada
Python kodlarımı göstereyim. Məsələn, ədədin cüt və tək olduğunu tapan proqram, 2 ədədin cəmi, 2 ədədin hansını tapan proqram, klaviaturana daxil edən n ədədin ilk və sonuncu ədədin hansını tapan proqram. Bunu yəqin ki, başqa koddur. Burada ilan oyunu var, təxmin etmə oyunu. Gəlin, sizinlə istəyirsiniz, təxmin etmə oyunu yazaq. Təxmin etmə oyunu, edit, idli. Bu Snack Game oyununu internetdən tapdım. İstəyirsiniz, onun da kodunu qoyaram. Burada haqqı artırmaq olar. Məsələn, burada mən 10 edim, 10 da deyə bilərəm. Məsələn, save'ləyək. Burada bizdən istəyəcək ki, 1 və 100 ədədlərin arasında mənə ədəddir. İlk öncə ədədimizi yazdım. Daha balaca bir sayı, yenə yazdım 67. Daha küçük bir sayı, 56, 34, 23, 32. Onda cavab 31'dir. 24. Onda 29. Utdum. Tebrikler, doğru tahmin ettiniz. Bunu aslında Azərbaycan dilində də yaza bilərəm. Yəni, bunun siz kodunu da belə eləyim. Bu qədər kodu var. Bu qədərdir kodu. İndi bunun da kodunu qoyaram. İlk öncə bunu birdən kopyalayaq. Burada qədər. İstəyirsiniz sizə ilan oyununu da göstəreyim. Belə oyundur. Bu GitHub'da var. Sonra mən bunu deyəsən videolarda gördüm. Videonun linkine vurdum. Orada gəldi. Yəni bunu belə eləyim. Run vereyim. OK diyeyim. İyi baxın. Buna klaviaturada işlətməyə qoyulur. Ona görə klaviaturadan işlədirik. Belə oldu. Belə koddur. Yəni bunun da kodunu qoyaram. Baxar. Ulduzdum. Yenidən oynamaq olar. Yəni run da verə bilərsən. Belə. Videomuz bu qədər. Kanala abunə olmağı unutmayın.